One Piece Bounty Rush oynayırıq. Düzdür, 1, 2, bəlkə 3 aydır video atmıram. 2 ay olar. Ya da 1 ay. Ya da 2 ay bilmirəm, ya yadımda deyil. Deməli, əslində oyunun başını bırakmışdım. Prosta gördüm təzə Qoreseyə gəlib. Məndə də var idi 150 elmas. Dedim basaq da görək bəlkə çıxar. Qardaşım bastım. Oy belə dedim, çıxdı həqiqətən. Yəni Saint Marcus çıxdı. Deməli, qəşəng bir dənə blue takım var, bir də qara takım var. Roger'ımız da var. Roger ama şey eləmirəm. Roger bu dəqiqə oynaya biləcəyim bir karakter deyil. Power up eləməyə də yəni dəyəcək bir karakter deyil hal-hazırda. Nəyə görə mənim supportum hal-hazırda mavi üstündə yavaş-yavaş qurulur. Mavi supportu gücünə qururam. Mən nə edirəm Roger'ı? Ondan sonra əlavəcə yaşlı support başlayam qurmağa. Ondan sonra ayı belə, yeni boost kas, yat kas, zırt kas. İyi uzun məsələdir. Ona görə də başımı bıraxdım. Qada-qada. Birinci mavi karakterlər, sonra qara, qarons var əslində. Qırmızıya isə keçmək istəyirəm. Ya qırmızı, ya yaşıl. Bir dənə challenge basaq görək nə olur. Saint Marcus Mark. Belədir. Belədir qaqa. Tipa bombe. Markı qoy. Saturn'u qoymaya bura təsində Saturnus olar. Total power up score bonus. Score bonusa görə rej var bizdə, nə yaxşı özdə max. Bunu at bura. Ya da belə eləyək. Bir dənə burada Space Zon'da 100 seçdim. Olar. Ay bilə hamısın yoxdur o. Sonra Sanji qoy. Sonra bura Luffy, bura Luffy. Sen burada nə atdırırsan? Tərbiyəsiz. Bura bir dənə Luffy. Ana, Luffy qutardı. Ay belə Luffy ilə qutardı. Nə qoyaq bunun yerinə? Ala bir dənə də Luffy. İçinə azlar. Red yazmışam özdə. Ay belə. Neyse takımı məhv elədik. 175 bonus. Prosta baxmadım hansı challenge idi bu. Kaido. Oy belə. Kaido üstə gəl. Kuzan. Elə bir məsələ üçün çıxarsan mənim üçün yaxşı olar. Həm Kaido, həm Kuzan yaşıl takım hazır. Qırmızıda nə istəyirəm? Kizaru Akainu. Ya da Kizaru Love. Akainu da xoşduram, yəni Love da xoşduram. Amma Kizaru'nu daha çox sevirəm deyə deyirəm ki, yəni Kizaru mütləq olmalıdır takımda. Çünki bomba X-dir. Oynaya görə bu nə olan şeydir? Bunlar nədir görə bu karakter? Birinci skili qabağa atılır. Bir də arxasına desə alov divarı qoyur. Ya arxasında ya da qabağında. O tam yadımda deyil. İkinci skildə qabağa doğru ilerleyir. Prosta alov atır qabağa. Let's do this. Qəşən map'dir. Az aramızda. Merizat da oradadır. Qəşəndir. Prosta bunlar adı nədir? Doflamingo gətirəcəkmiş kimi vibe verdilər, amma Doflamingo yerinə başqa karakter gəldi. Ay belə. Ay belə, olmaz kanka. Oy belə. Mən də indi Zora Sanji alaram. Zora Sanji gameplay eləyərdim də, nəysə. Bugün Marcus Marx'ı yoxlayırıq. Honorable, honorable. Yaxşı, mən də götçüm oynayıram. Başa düşdü.
Oldu Strat. Ay bile bu Max'ı. Al arkamızda yaratmırmış. Opşi yolda yaradır. Ay böyle. Defansı pok kimidir bunu? Kaka eleme. Böyle bu çok hoşuma gelmedi neyse. Bala. Ay bala. Murat bir tane oyunda ne kadar hayatdan keçirdin değil mi? Neyse ilk deneyim çok hoşuma gelmedi ama indi belə bir şey var da supportumuzdan da ola bilər, karakteri 80 level olmasından hələ bir skilli maxlamamışam. Karakterli bir şey de yoktu. Ama bir tane de oynamaq olacak. Oysa ben bu gece yüreğim sessizce sana bir sırrımı söyleyecektim. Deməli 2 tane Gorosei qaldı. 3'ü gəldi, 2'si qaldı. Bizdə deməli şey var. Hələ ki 2'si var bunlardan. Nasuro almaq olar. Nasuron'u da almaq olar. Ondan sonra gələcək 2 dənə də almaq olar. Biri deyəsən şeydir. Peter'dır nədir? Gorosei'lərdən birinin adı. O biri də donuza dönüşən idi. Adı yadımdan çıxdı. Buna gərək mən runner medalı qoyam. Runner medalı qoymaq lazımdır buna. Boost'un artırmışam, artırmayını. Skill'i maxlamaq lazımdır. Heç nə, buna bir dənə babat support dizmək lazımdır. Bunu şey kimi istifadə eləyəcəm. Zoro Sanji oynayacağım. Zoro Sanji öləndən sonra oyunun axırlarında bu xiyarı istifadə edib bayraq almaya çalışacağım. Yəni oyunu pox kimi keçsə də ən azından görüm bir dənə bayraq ala bilsəm yola verə bilim. Bir də mənə nə maraqlıdır? Görəsən digərlərinin bayraq alanında adam olanda mən bundan nəsə almağa çalışsam. Yəni tutaq ki Defender var da bayraq alanında. Şimdi bunu görəcəm. Qardaşım mən Gorosei'yəm. Mənə nətər ilişə bilərsən səni? Zəiflər gəl bax ona görə. Yaşan. Hamısı oyunu soxacam sən götürədə. Vurma!
Ay qardaşım, uduz-duz da əl çəkin də bilədi. Deməli, bu cındırın defansı çox zəifdir ya, həddən artıq zəifdir. Gəl bura, əmi qurban. Ay sən anam. Hə. Yavaş al bunu. Kaç aranı çək. Kasmadı, amına koydum bu telefonu. Ha, cabra. Yani uşaqlar, karakteri 10 üzərindən puan verəsi olsam, 10 üzərindən 5 deyərəm. Təsəvvür elə ki, toyumuzdur. Hansı restoranınızdır? Nə restoranınızdır? Bir dənə palatka, dəlisən sən, mənim kimi şokoladka, toy eləyər ancaq gözəl sarayda. Onda belə eləyək, gələn eləyək də. Bir dəqiqə saxla, bu günlərə gedir. Üzürlü sayım, mən ayrı yerə gedirəm. Deməli, buradan deyəsən 10 elmas verdi. Ona görə də video içərisində bir şey yoxlamaq istəyirəm. Bu X Luffy-yə bir dənə basmaq istəyirəm. Sizin təbii ki icazənizlə uşaqlar. Bəlkə çıxar ümidi ilə basaq, görək nə olur. Honorable, honorable. Ah yo, ah yo. 32 GR bir də altın bayraq olsa, bəlkə, bəlkə. Qaqaş pox çıxdı. Niyə elə oldu ki, Burat? Nə bilim. Bir dənə də bir şey var burada. Hə, lig oynamalıyam. Lig oynayanda bir. Bu nədir bəs? Baxmamışam, mən uğraşdı. Ten karakter guaranteed, nə bilim nə. 5 dənə. Neçə dənə elmas almış oluram? 50 dənə. Bu nədir? Nə edirəm bunu? Bu nədir? Bu da lazım deyil. Bunu başım bıraq. İndi. Qagasel. Mən birində ataram, birində basaram mı? Basaram. Birində basaram, niyə basmayım? Çünki bu mənim ilk ən sevdiyim ekstrem karakterdir. Niyə də olmasın? Qəşən. Əla. Bomba. Əla. Ay bana! 俺はビスビスの実のビスケット人間 Ay bala. Ay bala. 俺様 Bütün həvəsim öldü. Bütün həvəs ölmədi. Həvəs sikdirdi. Bu nə idi ala? Nə yaşadım mən? Balat. Bütün nasırıyla şoran. Neyse sevirəm sizi. Görüşərək soruşarlar. Bay bay.